2025-ci ildə əgər bir inancılı məhz belə ateistin olmasına bir növ şükür eləyirsə, bu Azərbaycandakı inancsızlığın həqiqətən də nə qədər də acınacaqlı durumda olduğunu göstərən bir faktordur. Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu gün Fazil Əhmədin öz kanalında paylaşdığı dörtlü debatdan mənə cavab verdiyi bir hissəyə toxunacağam. Bir də kanalda bir neçə videoda gələn şərhlər var. Həmin şərhlərə ümumi şəkildə sizin aydınlamanız üçün bir cavab verməyə çalışacağam. Elə isə gedək birinci Fazil bəyin kanalında həmin videonu izləyək və daha sonra o videodan sonra geri dönək. Bu zamanı eyni qapıdan çıxılıb. Videoda bizim belə bir şey olmuşdu. Ateistlərlə olan bir videoda, bir debatda belə bir şey olmuşdu. Dedilər ki, çıxacaq qapı eynidir. Elvin bəydir deyəsən. Yadınızdadır. Dedi ki, sizin üçün çıxacaq qapı eynidir. Allah var. Dedim, yaxşı. Teorem var. Deməli, Pifaqor teoremi. Pifaqor teoremini hər kim araşdırsa çıxacaq qapısı eynidir. Düzbucaqlı, üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratlarının cəminə bərabərdir. Burada da çıxacaq qapı eynidir. Yəni bunu da araşdıran adam aksiyomadır da var. Bax, deməli dini iddialarda da çıxacaq qapı eyni ola bilər, amma ora yanaşma məntiqi yanaşma olmalıdır. Yəni dində məntiq var. Fazil bəy burada istifadə etdiyi arqument mənim Fazil bəylə olan köhnə debatlarımdan birindən ona verdiyim bir arqument var idi ki, dində nə qədər sorğuluyursan sorğula, çıxacağın qapı eynidir. Yəni alacağın nəticə Tanrının varlığı, var olması nəticəsidir. Bu iddiama cavab verməyə çalışıb ki, riyaziyyatda da bəzi aksiyonlar var və biz bu aksiyonları nə qədər sorğulasaq da çıxacağımız qapı eynidir. Çox təəssüf ki, verdiyi nümunə əslində riyaziyyatda aksiyon deyil, yəni verdiyi, həmin o videoda istifadə elədiyi teoremdir və teoremlər riyazi olaraq əsaslandırılır, sübuta yetirilir və daha sonra teorem halını alır. Yəni burada aksiyon olaraq bir aksiyon nümunəsi desə daha yaxşı olardı və daha belə deyək, öz arqumenti ilə üst-üstə düşərdi, tutarlı olardı, amma mən bu xırda səhvi keçirəm, yəni bunu o qədər də böyütmək istəmirəm. Orada düşünək ki, müəyyən bir aksiyon adını verib və həmin aksiyon üzərindən mənim iddiamı cavablandırmağa çalışıb. Əvvəla gəlin baxaq, riyaziyyatda aksiyonlar nəyə əsasən seçilir? Birinci olaraq, misal üçün, riyaziyyatda istifadə olunan aksiyonlar və bu aksiyonlar üzərinə qurulan teoremlər var. Bunlar Evklid həndəsəsi üzərinə, yəni Evklid geometriyası üzərinə qurulmuş aksiyon və teoremlərdir. Yəni biz əgər qeyri-Evklid həndəsəsi üzərindən bir aksiyon yaratmaq istəsək, orada rahatlıqla hazırdakı istifadə etdiyimiz aksiyonları qəbul etməyə bilərik. Amma dindəki məsələlər belə deyil, çünki mən daha başqa bir sistem və yaxud da başqa bir düşüncə yaratmaq istəsəm, bu artıq yəni Fazil bəyin perspektivindən mən İslamın düşüncəsini ayırıb başqa bir düşüncə qoysam, bu Tanrının öz bildiyinə və öz qüdrətinə zidd olduğu üçün belə bir arqumenti məsəl riyazi iddia ilə eyniləşdirmək düşünürəm ki, xətalı analogiya aparmaqdır. Ümidvaram ki, bu video Fazil bəyin qarşısına çıxar və Fazil bəy mənim bu arqumentimin xətalı və yaxud da doğru olduğunu öz videosunda cavab kimi və yaxud da mənim özümə də şərh olaraq bildirə bilər. Növbəti toxunacağım məsələ videoların, xüsusilə son 2-3 videonun altına gələn bir ümumi şəxslərin yazdığı şərhlər var. Misal üçün, bəzi şərhlər var ki, Elvin, məncə sən ateist deyilsən və özünü belə göstərirsən, əslində sən dindarsan, inanclısan və yaxud da seçdiyin yol niyədir? Misal üçün, niyə bu formada mübarizə və yaxud da müzakirə yolu seçmisən? Bir daha bildirim, bəli, mənim düşüncəm inancsız düşüncədir və mənim məqsədim burada inanclılarla xüsusi olaraq bir qırğın və yaxud da mübarizə meydanı yaratmaq deyil. Burada hər iki tərəfin qarşılıqlı etika və rasional şəkildə müzakirə edə biləcəyini sübut etməkdir və mənim kanalımda iştirak edən inanclı şəxslərə də öz minnətdarlığımı bir daha bu video vasitəsilə çatdırmaq istəyirəm ki, onlar da bəs mənim bu çağırışımı, bu addımımı qəbul edib məhz videolarda müzakirədə iştirak edirlər. Həmçinin bunu etmə səbəblərimdən biri də videoda inanclılar tərəfindən gələn sən kifayət qədər yaxşı və əxlaqlı ateistsən və buna görə biz sevinirik ki, Azərbaycanda da belə əxlaq nümunəsi göstərən
ateist şəxsi görürük. Məhz bu arqumentlər, yəni bu gələn şərhlər məni əslində o qədər də sevindirmir. Sevindirməyən səbəbi məhz 2025-ci ildəyik və 2025-ci ildə əgər bir inancılı məhz belə ateistin olmasına bir növ öz perspektivindən yanaşsaq şükür eləyirsə, bu Azərbaycandakı inancsızlığın həqiqətən də nə qədər də acınacaqlı durumda olduğunu göstərən bir faktordur. Mən buradan üzümü tuturam bütün inancsızlara və özünü inancsız adlandıran və sosial şəbəkədə müəyyən paylaşımlar edən şəxslərə gəlin qeyri-etik mübarizə üsulunu kənara qoyub etik şəkildə və birlikdə bir iş görməyə, müəyyən maarifləndirici videolar çəkməyi və bunları insanları təşviq etməyi həm çağırıram, həm də mənim kanalımda ya özünüz belə deyək, bizim studiyada, Vero Mediada gəlib öz videolarınızı çəkib daha etik, daha rasional formada fikirlərinizi bölüşə bilərsiniz. Həmçinin Ziya ilə paylaşdığımız podkastlara nəzər yetirsəz, mənim oradakı çağırışım da Azərbaycanda inancsızlıqla bağlı kitabların çap olunması və yaxud da bu nöqtədə olan videoların, paylaşımların olmasını artırmaq və yaratmaqdır. Ümidvaram bu videoda tam olaraq mənim etmək istədiyimin nə olduğunu qısa formada da olsa çatdıra bildim. Növbəti videolarda və növbəti podkastlarda görüşənədək.